Yəni insan onun üçün ən əhəmiyyətli olan məsələlərə fikir verməlidir. Ən əhəmiyyətli olan məsələ insan əqidəsidir. Yəni bilmək lazımdır ki, əqidə əsas məsələdir, mühümdür. Çünki əqidə birbaşa Allahla əlaqə deməkdir. Yəni əqidə qəlbdə bağlanan əhddir. Əqidə, yəni iman, bunlar qəlblə bağlı olan məsələdir. Yəni əqidənin zahirlə əlaqəsi yoxdur. Yəni əqidəni dəqiq götürəndə, əqidə sözünü dəqiq götürəndə, yəni incələyəndə o kəlməni, əqidənin əməllə əlaqəsi yoxdur. Əqidənin əlaqəsi yalnız qəlblədir. Qəlb nədir? Yəni orada olan münasibət Allah Teala'ya. Ona görə əqidə Allahla qul arasında olan bağlantıdır. Əhəmiyyəti böyükdür, çünki qəlblər islah olur əqidə ilə. Əqidə islah edir insan qəlbini. Çünki fikir versək, Peyğəmbər sallallahu aleyhi ve sellemin yəni dəvətinin zaman axışına görərik ki, dəvət ən uzun müddət alıb əqidə üçün. Dəvət ən uzun müddət vaxt götürüb əqidə üçün. Yəni əməldən əvvəl. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem gələndə gəldi, gördü ki, cəmaat içki içir, zina var. Ola bilər o müşriklərin vaxtında yalan az danışılırdı. Demirəm yox idi, lakin az danışılırdı. Yəni, o böyük günahlar hansı ki yayılmışdı, onlar hamısı və əksəriyyəti onların içində var idi. Peyğəmbər sallallahu aleyhi ve sellem gəldi, danışdı la ilahe illallahdan. Yəni, heç bir zahiri ibadət əmr olunmadı. Heç bir əməl danışılmadı. La ilahe illallah deyildi. Və çıxdı Qureyşin qabağına, dedi ki, Qureyş, la ilahe illallah deyin, bu məsələni qutaraq. Yəni, bu mübahisə aramızda bitsin. Düzdür, la ilahe illallah deyin, o deməkdir, deməklə qutarın. Təbii ki, la ilahe illallahdan sonra işlər gəlir. Əməllər var. Lakin bu kəlmə ilə artıq özünüzü qurtarırsınız. Yəni, özünüzü həm Allahın əzabından, həm də dünyada bu xusumətdən qutaracaqsınız. Xusumət, yəni Peyğəmbərlərlə qövmə arasında olan mübahisədir. Onlar da başa düşdülər ki, la ilahe illallah deməklə burada böyük məsələlər durur ortalıqda. Burada söhbət təkcə kəlməni demək deyil. La ilahe illallah müşriklər deyə bilirdilər. Dilləri gəlirdi, yəni. Lakin deyə bilmirdilər, nə üçün, niyə görə deyə bilmirdilər? Çünki burada qəlbləri bağlı olan başqa şeylər var idi onların. Onların qəlbləri bağlı idi başqa şeylərə. O da nə idi? İlahlar. Bütlər. O bütlərə onlar bağlanmışdılar, o bütlərə onlar sarılmışdılar. O bütlərə qurban deyirdilər. O bütlərə nəzir kəsirdilər. O bütlərə yaxınlaşırdılar. O bütlər üçün hədiyyələr gətirirdilər. O bütləri tavaf edirdilər. O bütlərin yanında otururdular günlərlə. Bəziləri səhvlərini düzəldmək üçün səhvlərinə cəza olaraq o bütlərin yanında əhd edirdi ki, qalacam sənin yanında bir neçə gün. Yəni, bu şeyi qəlbdən çıxartmaq çətin idi. Və Peyğəmbər s.ə.v gəldi, onlara bunu dedi. Peyğəmbər s.ə.v demədi, namaz qılın, zəkat verin. Aydındır. Və ya belə, və ya belə, və ya belə. Bir dənə la ilahe illallah onlara başa saldı ki, əlaqə düz deyil sizdə. Onlar demirdilər Allah yoxdur. Onlar demirdilər yaradan yoxdur və yaradan Allah deyil. Yox, onlar etiraf edirdilər yaradan Allahdır. Sadəcə əqidələri xarab idi. Əqidələri düzgün deyildi. Etiqadları yanlış idi. Nə idi etiqadları? Allahla yanaşı ibadət edirdilər. Yəni, Allaha da ibadət edirdilər, lakin gedib bütlərə də ibadət edirdilər.
Sadəcə bu ibadəti adlandırırlar vasitə. Yaxınlıq. Ora yaxınlaşmaq üçün gedirik. Hansı ki, çox insanlar və ya bəzi insanlar Allaha belə yaxınlaşır idi, bəzi müsəlmanlar. Təbii ki, fərq odur ki, bunlar müsəlmandılar. Onlar müşrik idilər. Bunlar müsəlmandılar. Amma əməl cins olaraq, növ olaraq eynidir. Və Peyğəmbər s.ə.v bunun üzərində qaldı. Bunun üzərində illər qaldı. Yəni, bunun üzərində getdi 13 il Məkkə dövrü. Yəni, bu az deyil. Namaz fərz deyildi, oruç fərz deyildi, zəkat fərz deyildi. Yəni, fərz deyildi o şeylər. Nə idi məsələ? Məsələ o idi ki, Allahla yaraşı ibadət olunan yerlərin aradan getməsi, insanların qəlblərindən silinməsi. Nə vaxt namaz fərz oldu, nə vaxt zəkat gəldi, nə vaxt oruc, nə vaxt həc. O vaxt ki, Allah gördü ki, qəlblər hazırdır bunu qəbul eləməyə. Yəni, əqidə düzəlib. Gördü ki, əqidə düzəlib, nazil eləməyə başladı. Artıq qəbul eləməyənlər eləmədi. Bəyan oldu, hüccət qalxdı, bəyan oldu, artıq ayrıldı küfr əhli ilə iman əhli. İman əhli artıq hazır idi o şeylərə. Allah Teala nazil elədi nələri? O ayələri, namaz, oruc, zəkat və həcc. Bilirsiniz, Peyğəmbər s.ə.v bir də həcc eləyib. Həcc ölümündən bir il qabaq fərz olub. Baxma, əzəmətli ibadətdir həcc. Aydındır, lakin la ilahə illallahsız həccin heç bir faydası yoxdur. Müşriklər Kəbənin böyründə yaşayırlar yanında. Onlara fayda verən, yəni o təvaf, o səy necə olmalıydı? La ilahə illallahla. Yəni Kəbənin yanında yaşamaqla yox və ya oranı tavaf eləməklə yox. Ona görə Allah Teala yəni islah elədi əqidəni. Çünki əqidən faydası nədir? Allahla sənin aranda əlaqəni düzəldir. Həmçinin əqidə səninlə insanlar arasında əlaqəni düzəldir. Əqidə salamat olanda sən heç kimə bağlanmırsan, heç kimdən gözləmirsən nəsə, heç kimə ümid eləmirsən. Belə insanlar var, ruzisin kimdəsə görür. Elə insanlar var, ruzisin nədəsə görür. Elə insanlar var, bağlanıb o şeylərə. Düzdür, səbəblər mühümdür. Lakin səbəb nəticə deyil də. Səbəb ola bilər, nəticə olmayır. Səbəb olar, amma nəticə olmaya bilər. Məsələn, misal, adam məsələn, övlad istəyər, səbəb evlənər, ailə qurar, ailə həyatı yaşayar, lakin nəticə olmaz. Yəni, övlad. Yəni, səbəb nəticə demək deyil. Səbəb, sadəcə sən deyəsən ki, ya Rabbimə elədim. Allahım, mən elədim. Sən demişdin ki, elə mən də elədim, alınmadı ya Rabbi. Amma səbəbi tutmasan, desən ki, sən mənə övlad verməyəcəkdin, mən evlənmirəm, sən Allah böhtan atdın. Sən hardan bilsən o sənə yazmışdı övlad, yoxsa yazmamışdı? Yoxsa sənə yazanda məsləhət eləmişdi? Yoxsa görmüşdün sən? Yoxsa sənə xəbər gəlir onun yazdıqlarından? Sən artıq Allah'a ittiham edirsən. Əqidə həmçinin insanlarla Allahın arasını düzəldir. Həmçinin əqidə səni qoruyur insanların yanlış fikirlərindən. Əqidə düzgün olanda insanların yanlış fikirlərindən uzaqlaşırsan. Yəni, sağlam fikirləri götürürsən. Görürsən, məsələn, biri belə danışır, biri belə danışır, biri belə danışır. Bəzən elə şeylərdir ki, sən təəccüb edirsən ona. Məsələn, görürsən, əqidə o qədər yanlışdır ki, görürsən, namaz qılmayan müsəlman saymır. Namaz qılmayan kafir görür. Gör, nə qədər əqidə zayıdır. Və görürsən, əqidə nə qədər zayıdır, Peyğəmbərin həyat yoldaşlarını təhqir edir. Gör, nə qədər zayı əqidədir. Məsələn, Peyğəmbər s.ə.v onun həyat yoldaşları Allah Teala buyurur ki, sənin həyat yoldaşların möminin anasıdır. Adam öz anasını təhqir edərmi? Təbii ki, yox. Lakin bəzilər bilmir, elə eşidib oradan-buradan və gedir girməkçidə onlar deyirlər filan kəsə lənət, o da deyir lənət. Bilmir, yəni elə onlar nə deyir, düşür, necə deyirlər, abu-havaya. O abu-hava ilə deyir, heç fərqinə də varmı ki, bu kimin haqqında danışır? Nə danışır? Və yəni, nə əzəmətli şeylər danışır, nə böyük şeylər danışır. Həmçinin görürsən, məsələn, Əbu Bəkiri söyür, təhqir eləyir və Öməri və Osmanı. Heç tanımır Əbu Bəkir, Ömər, Osmanı.
Məsələn, elə bilir ki, bəziləri elə bilir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Peyğəmbərin bir dənə qızı olub, çoxsu belə bilir. O qızını da verib Əliyə, radiyallahu anh, Allah razı olsun. Bilmir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Əlidən qabaq 2 dənə qızını da Osmana verib, radiyallahu anh. Osmanı təhqir edir. Hansı ki, o da Peyğəmbərin qızının əridir. 2 qızının əridir. Ona Zun-Nureyn deyirlər. Zun-Nureyn, 2 nur sahibi. Nə üçün? Peyğəmbərin 2 qızını aldığına görə 2 nur sahibi. Deyirsən ki, Peyğəmbərin axı 3 dənə qızı vardı. Birini Əliyə vermişdi radiyallahu anh. O 2 qızı kimdeydi? Bilmir ki, Osmandaydı radiyallahu anh. Görürsən, Osman lənət deyir. Başa düşmür ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qızını verib ona. Və deyir ki, 3-cü də olsa verərdim sənə. Ulaşı dünyasını dəyişir, həyat yoldaşı. Deyir, olsaydı verərdim sənə. Yəni, gör, bu Peyğəmbərin yanında nə qədər hörmətli adam olub ki. O deyib ki, ona verərdim sənə. Təsəvvür edirsən, belə şey deyirsən bir oğlan üçün. Oğlan necə oğlan olmalıdır ki, sən ona sözü deyirsən. Təsəvvür et ki, onlar onu təhqir edirlər. Yəni, bu, böyük ittihamlar, lakin əqidə olmadığına görə sağlam. Düzgün. O onu deyir. Sən isə sağlam olduğuna görə baxırsan, bu nə danışır? Və sən o sözü deməkdə qəribə gəlir sənə. Sən o sözü deyirsən, kafir olarsan. Şeyxülislam deyir ki, siz deyənlər, siz deyirsiniz, mən sizi cahil görürəm. Bilmirsiniz, amma o mən desəm kafir olaram. Çünki sən fərqindəsən axı nə danışırsan. O fərqində deyil. O, bu əqidənin əsaslı mühümlüydür. Həmçin, məsələn, görürsən, bəzilər deyir ki, Allah Teala Allahın adı və sifətlərini inkar edir. Bəziləri sifətləri inkar edir. Əsas çoxları sifətləri inkar edir. Allah Teala'nın ucalığını inkar edir. Deyir, Allah Teala var amma yoxdur. Yəni, nə var, nə yoxdur. Nə sağdadır, nə soldadır, nə aşağıda, nə yuxarıda, nə. Yəni, yoxdur da. Əqidə. Deyirlər, desən ki, Allah Teala ərşə ucalıb, onda sən də ucalarsan, Allahı bənzətdin məxluqa. Allahın əli bənzətdin Allahı məxluqa. Və yaxşı deyilən ki, Allah Teala belə demək, bənzətməkdirsə, onda yaxşı, Allah var. Təbii ki, deyəcək var. Deyə bilməz yoxdur. Desə yoxdur, kafirdir. Deyəcək var. Deyən, sən də varsan. Desə yox, mənim varlığım Allahın varlığı kimi deyil. Oldu. Allahın ucalması sən ucalman kimi deyil. Allahın enməsi də sənin enmən kimi deyil. Nə var ki burada? Ona deyə bilirsən, buna yox. Görsən, ziddiyyatdadır. Ağılları heyrətdədir. Anlaya bilmirlər nə var, başa düşmürlər. Sən isə, əlhəmdülillah, sakitsən, sabitsən. Deyirsən ki, Allah Taala'nın özü barəsində olan söz, onun adları və sifətləri də barəsində gedir. Özü barəsində olan söz, yəni özü var, keyfiyyətini bilmirik. O barədə olan söz adlarında və sifətlərində də yarır. Çünki o ad və sifətlər onun da. Aydındır, bu Rəhman kimdir? Allah. Rəhim kimdir? Allah. Yəni Allah başqadır, Rəhman başqa deyil ki. Aydın, Allah deyir, siz Allah'a çağırın, siz Rəhman'a çağırın. Siz bir də ilaha çağırırsınız. Aydındır. Ona görə başa düşmürlər belə və sən hərdən baxırsan sözlərə görürsən, necə küfür, necə qəribə, necə əcaib şeylər danışırlar. Bu əqidənin əsas mühümlüyünü göstərir. Həmçinin səhih əqidə, doğru əqidə nəcatdır. Nəcatdır, insanı qiyamət günü qutaracaq. O biri əqidələr, firqələr, yəni onların işi ağırdır. Çünki onlar yenilik edirlər dində, bidət. Bidət necə edirlər? Bidət gətirirlər yəni, İslama yeni şeylər. Bu yeni şeylər gətirmək nə deməkdir? Yeni şey o gətirmək deməkdir ki, İmam Malik deyir ki, rahimallah, yəni ittiham edirsən Peyğəmbəri. Ki, bu nəsə deməyib, bu nəsə çatmır, nəsə qalıb, sən ittiham edirsən Peyğəmbəri ki, o deməyib, mən düzəldirəm. Və ya bunun artıq deyib, bu artıqdır. Bunu çıxardaq, belə yox, belə olsun. Bu düzgün deyil axı. Düzgün deyil bu Peyğəmbəri ittiham. Ona görə bir də kişi namaz qılır, hansı ki o vaxtda namaz qılmaq olmaz. Və o vaxtda namaz gəlməyib. Və salihlərdən biri görür onun, sələflərdən. Deyir ki, İfmankəs, indi namaz qılırsan və bu namaz nədir? Bu namaz barədə bizə də xəbər ver belə. Yəni sən elə əməl edirsən ki, Peyğəmbər eləməyib. Deyir, nə deyirsən? Deyirsən ki, Allah Teala qiyamət günü onun xətrinə, yəni onun
savabın güdmək məqsədi ilə, ixlasla, onun üçün 2 rükət namaz qıldığıma görə mənə əzab verəcək. Sən nə demək istəyirsən? Deyir, yox, ona görə əzab verməyəcək, amma Peyğəmbərə müxalif olduğuna görə sən soruşacaq. Soruşacaq ki, sən yaxşı, mənə görə deyil. Bəs bu, ona görə ixlasdır, lazımdır, amma mütəbəə ilə, Peyğəmbərə tabiçi ilə. Bəzi insanlar elə deyir ki, mən niyyətim təmizdir. Deyirsən, məsələn, niyə belə deyirsən? Deyir, məvlud niyə deyirsən? Deyir, Peyğəmbəri sevirəm. Peyğəmbəri sevmək üçün o qədər əməllər qaldı. Bir də məvludla bunu özdə ildə bir dəfə. Nə zəif sevirsiniz siz Peyğəmbər? İldə bir dəfə. Aydındır. Hansı ki, bəzi alimlər kitab yazır, gündə 1000 sünnə. Tərk ediblər o sünnələri, yapışıblar bidətdən. Hətta xristiyanlar kimi şam yandıranlar var. Hətta. Aydındır. Sən ona baxanda təbii ki, təəccüblənirsən. Həmçinin təəccüblənirsən, görsən, rəqs eləyir məsciddə. Hətta bəzi firqələr var məsciddə, ansambl gətirirlər. Dumbul çalan, nə bilim, belə tütək kimi belə, nəsə orada şey tutur da belə. Orada nəsə oxuyur biri, bu da güya getdi rabitəyə girdi. O da gəlir, fırlanırlar belə. Təsəvvür edir. Bu nə? Yəni sən qıradan bax, o əməlli ibadətdə də, o ayrı bir aləmdədir. Yəni o elə, sən onu o haldan çıxartmaq üçün bəlkə də orada geçsən, inkar etsən, döyərlər sənə pis. Ki, sən bizi əzəmətli şeydən ayırırsan. Amma sən qıradan baxırsan, deyirsən, subhanallah, bu nədir? Yəni, bu Peyğəmbər s.ə.və yaraşmayan bir şeydir. Peyğəmbər bəyləməyib, Əbu Bəkir, Ömər, Osman, Əli. Bu nədir? Və görsən, məsələn, düzülürlər belə böyük bir polyada, boşluqda, səhra kimi yerdə. Qaçırlar, fırlanırlar, hoplanırlar. Baxırsan, iki kişilərdir. Bəlkə desən belə qaça bilməz, amma orada qaça bilir. Orada şeytan var. Şeyxülislam deyir İbn Teymiyyə. İbn Teymiyyə deyir ki, onlar o zikirləri eləyəndə şeytan onlara güc verir. Şeytan onlara güc verir, onlar çox güclü olurlar. Belə desən ki, qalxdış olanı qalxıb düşə bilməz. Görsən, bəzən təəccüblənir ki, buna bax, o şeytandan da ona görə. Ona görə səlim əqidə insan sağlam saxlayır. Bax, bunlar elə mühüm şeylərdən sayıram bunlar, mühüm şeylərdən sayır alimlər bunları. İstədim onları sizə xatırladan. Allah kömək olsun. Və sallallahu aleyhi və Muhammedin və aləli və səbəc. Allah razı olsun.